sosial şəbəkələrdə Nigar xanımın burun əməliyyatından sonra iflic olması kadrları yayıldı. Demək olar ki, bu gündəm halını aldı və bu məsələdə sizi daha çox ittiham edirlər. İstərdim ki, əsl məsələ nədir, fakt necə olub, hadisə necə olub, onu daha ətraflı bizlərə diqqətimizə çatdırasınız. Siz düz buyurursunuz. Təxminən bir 2 ay bundan qabaqdan belə sosial mediada bunu canlandırıblar, yəni daha çox müzakirə mövzusuna çevrilib. Əslində bu 9 ay bundan öncə bu hadisə baş veribdir. Və hadisənin də baş verməsinin əsas səbəblərindən biridir. 2024-cü ildə Nigar xanım əməliyyat olmuşdu. Lakin sonradan 2025-də gəldi ki, bunun nəsə xoşuma gəlmir, istədiyim kimi alınmayıbdır. Biz də indi xəstənin məmnuniyyətini nəzərə alaraq təkrar əməliyyata götürməyə razılaşdıq və analizlərdən keçdikdən sonra 2025-in aprelin 30-unda bunu əməliyyat almağa qərarlaşdırdıq. Və bütün analizlərdən keçdi, narkoz həkimimiz baxdı, yəni hər şey okey eləyəndən sonra biz bunu əməliyyatxanaya aldıq. Lakin əməliyyatdan öncəki proseslər, yəni əməliyyata başlamamışdan öncəsi vəziyyət belə hala gətirib. Yəni mən orada əməliyyat da eləməmişəm ki, məni ittihamlandıralar, nə əməliyyat eləmişəm ki, xəstəyə travma verəm, qanaxma düşsün və yaxud da ki, orada travmatik şok olsun. Yəni bunlar heç biri olmayıb. Doktor, bu məsələdə ümumiyyətlə başqa kimi ittiham etmək olar? Yəni siz orada tək olmusunuz, yoxsa başqa bir köməksiniz? Çünki Cəmilə xanımın da adı hallanır. İstərdim ona bir aydınlıq gətirəsiz ki. Yəni əməliyyata mən götürəndə xəstəni biz tək cərrah olmur. Yəni ekip olur da. Burada narkoz həkimidir, anestesikasıdır, məsələn mənim köməkçimdir, cərrahdır. Yəni bunlar hamısı əl-ələ verib əməliyyata başlanır. Dərmanın tənzimləməsi, aparatın tənzimləməsi, dəqiqədə neçə dəfə xəstəyə oksigen verməsi, tənəffüs verməsi hamısını Cəmilə xanım idarə edib və onun səlahiyyətlərindədir. Yəni burada mənim heç bir günahım yoxdur, yəni mənim orada heç bir təqsirim yoxdur. Sadəcə onun düzgün idarə etməməsi və əməliyyatxanada olmaması hesabına bu vəziyyət baş verib. Yəni xəstə 17 dəqiqə demək olar ki, baxımsız olubdur. Bu 17 dəqiqə nə dərəcədə belə bu xəstə üçün çox sayılır və ya da az sayılır? Sizə də bu 17 dəqiqəni xüsusilərsiniz ki, 17 dəqiqə belə mi çoxdur? Yəni bu xəstə bu günə düşdü? Əlbəttə, bilirsiniz necədir? Orada xəstə narkozda olanda sadəcə özü tənəffüs ala bilmir. Bunu aparat tənəffüs verir. Və 17 dəqiqə əgər aparat tənəffüs vermirsə, o böyük bir faciə gətirib çıxardır. Sadəcə təsəvvürə gətirin ki, siz özünüz nə qədər özünüzü məcbur eləyə bilərsiniz ki, nəfəs alamayasınız. 3 dəqiqə, 5 dəqiqə, patoloq maksimum. Maksimum. İndi xəstə qalıb 17 dəqiqə. Bu da göstərir ki, bu da əsas o göstərir ki, burada intübədə düz olub. Yəni xəstənin o hipoksiyanın nəticəsində anestezoloji dərmanların hesabına izofloranıdır, arduanıdır, zadıdır, xəstənin və bir də süni təzyiqi salırlar əşyaya. Təzyiq düşüb, qanda sirkulyasiya yaxşı olmayıbdır, beynə olmayıbdır. Yəni biz baxanda monitora gördük ki, 37 idi. 37 yuxarı təzyiq olub, diastolik təzyiq olub, sistolik. Diastolik də yox idi. Onun hesabına bu vəziyyət yaranıbdır. Yəni 17 dəqiqə xəstə narkozda olan müddət Cəmilə xanım doktor orada olmayıbdır, onun köməkçisi olmayıbdır. Mən də həman müddətdə əllərimi gedib əməliyyata hazırlayıb, əlləri yuyub, steril eləmək, üstdən qan geymək, bunları eləyəndə, yəni o vaxt olubdur. Bunun hesabına da bu proses baş veribdir. Belə başa düşdüm ki, yəni siz o otaqda ola da bilərsiniz, olmaya da bilərsiniz. Yəni sizin işinizə aid deyil də, yəni o anestezioloqun yerində. Siz düz buyurursunuz. Yəni burada xəstənin monitoringi, onun vəziyyəti hər dəqiqə gərək
şey tərəfindən izlənməlidir, narkoz həkimi tərəfindən. Hər hansı nasazlıq olanda o dərhal aradan Onu belə qaldırmalıdır. başa düşün, otaqdan bir dəqiqə belə o çıxmalıdır. Əlbəttə heç yarım dəqiqə də olmaz. Yəni çünki orada saniyələrin söhbəti vardır. Yəni təzyiq düşə bilər, onu qaldırmalıdır. Mezatonla dərmanları vardır. Ondan sonra təzyiqi salan dərmanları azaltmalıdır. Yəni aparat işləməyə bilər. Bəzən elə vaxtlar olur ki, məsələn biz əməliyyatın ortasında narkoz həkimi ayıq-sayıq olur. Baxır ki, bəli, məsələn ola bilir ki, o narkoz aparatına trubka ki gəlir, xəstənin boğazındadır. O ola bilər ki, birləşmələrdən çıxa bilər. Trubkanın özü sürüşüb çıxa bilər. Yəni manjeti deyilən bir şey var, manjeti buraxa bilər. Yəni bunlar hamısı narkoz həkimi tərəfindən hər saniyəsi nəzarətdə olmalıdır. Bu hadisə olandan sonra, məsələn, Nigar xanımın vəziyyəti gördünüz ki, yenə pisləşdi. Sonra nə tədbirlər gördünüz? Ümumiyyətlə, o ailənin özü də biraz imkanı zəif olan ailədir. Nə kimi, məsələn, bir köməklik eləmişsiniz? İstər mənəvi, istər maddi? Valla, bayaq sadaladığım kimi heç istəmərdik belə bir hadisə baş versin. İndi hadisə baş verib, hamı da məni təqsirləndirir ki, çünki cərrah olduğu, xəstə məni tanıdığı üçün yaxınları, hamısı belə bir formalaşıblar mənim üstümdə, üzərimdə. Mən vəziyyəti baxdım ki, vəziyyəti pisdir. Xəstənin narkoz həkimini dəvət elədik, çağırdıq ki, gəlsin otağa, xəstənin vəziyyətini aydınlaşdırsın ki, neynimi. O da gəldi, gələndən sonra reanimasiya tədbirlərinə başladı. Amma təəssüf ki, dediyimiz kimi 17 dəqiqə, yəni az müddət deyil. O istər-istəməz o beyində fəsadlarını qoymuşdu artıq dərəcədə. Yəni indi o reanimasiya tədbirlərini gördü, xəstə vəziyyətdən çıxdı. Ondan sonra biz orada xəstəxananın o reanimasiya cihazları kifayət olmadığı üçün məcburən Apro xəstəxanasına göndərdik, hospitala. Və orada təqribən 30 min manata yaxın mən ora vəsait köçürtmüşəm. Yəni oradakı olan müddətdə 67-8 gün orada qalıbdı. Yəni o müddətdə mən bütün dava dərmanlarla, reanimasiya tədbirləri və başqa mütəxəssisləri yenə özüm aparıb dəvət eləmişəm. Yəni orada baxıblar. Amma təəssüflər ki, o Cəmilə xanım faktiki olaraq dedi ki, mənim arxam bağlıdır, getsin, nə xəstə şikayət eləsin, nə işlərlə görsünlər, belə. Ondan sonra da yenə xəstəxanadan çıxandan sonra xəstənin evdəki müalicəsini davam etdirmək üçün lazımi avadanlıqla, o cümlədən pultlu kravatıdır, havalı yastıq döşəkdir ki, yataq yarası əmələ gəlməsin. Oksigen balonudur, reduktorudur, ondan sonra bəzi dava dərmanlarıdır və bir də ki, atsos deyilən bir şey var ki, o bəlğəmzat gələndə onları aradan qaldırmaq üçün o ləvazimatdan mən öz vəsaitim hesabına alıb xəstəyə vermişəm. Yəni, indi mən bir insan olaraq, bir həkim olaraq, yəni mən əlimdən nə gəlib, onlardan əsir gəlməmişəm. Baxmayaraq ki, onlar təksibləyirdilər, deyirlər, heç nə eləməyibdir. İstəsəz mən o vəsait köçütdüm ya Apro hospitaldan da maraqlana bilərsiniz. Yəni mən orada həm maddi vəsaiti köçütmüşəm, həm də yenə mənəvi olaraq həmişə yanlarında olmuşam, mütəxəssis aparmışam. Yəni bu qədər. Siz az öncə bildirdiniz ki, yəni xanım ikinci dəfə əməliyyat edilməyib. Bu hadisə əməliyyat öncəsi olan hadisələrdir. Ancaq zərərçəkmiş tərəf bildirir ki, xanım əməliyyat zamanı belə olub. Çünki paylaşımlarda da daha çox bildirilir ki, əməliyyat zamanı Nigar xanım bu günə düşüb, bu vəziyyətə düşüb. İstərdim buna xüsusi fikir bildirəsiniz ki, bütün auditoriya artıq aydın olsun ki, əsl məqam həqiqət nədir? Mən dedim ki, təkrarlayıram ki, mən orada əməliyyat eləməmişəm. 2024-cü ildə bəli əməliyyat olub, 2024-də. İndi 2025-də gəlmişdi ki, bir balaca korreksiya eləyək. Yəni istəyirdi ki, burasının hampı vardı, onu biz elə yüngülləşdirək.
Onu da əməliyyat öncəsi bu vəziyyət yarandı. Mən konkret əməliyyat eləməmişəm. Yəni heç biri ona bir dana bir kəsikdir, nədir olmayıbdı. Yəni bütün görüntülərdə də, bütün hamısında da, yəni o indi ifadə veriblər prokuraturada, orada burada hamısında öz əksini tapıb ki, bu əməliyyat olmayıbdı. Yəni o da bir yanlış fikirdir. Yəni heç əməliyyatdan söhbət gedə bilməz. Əməliyyat öncəsi problemdir. O da yine mənim günahım yox, narkoz həkiminin nəzarətsiz qoyması səbəbindən bu baş veribdir.